Bakıda gənclərin əmək bazarına çıxışını asanlaşdırmaq məqsədi ilə növbəti əmək yarmarkası təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Vakansiyaların əsas sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir və iştirakçılar əmək bazarının tələblərinə uyğun peşə və bacarığının olan vətəndaşlarımız özünə uyğun işlə, axtarışı ilə iştirak edir və bütün 30-dan çox müəssisələr təqdim etdikləri vakansiyaları onlara əlçatanlığını təmin etmək üçün biz bu yarmarkanı təşkil edirik. Məqsədimiz əmək bazarının tələbinə uyğun peşə və bacarığı olan kadrlarla müəssisələrimizi, işə götürənlərimizi təmin etməkdir. Eyni zamanda işsiz və şaxtaran şəxslərimizin işə götürənlərə əlçatanlığını təmin etməkdir. 30 gün ərzində biz izləyirik, müraciət edənlər ilkin olaraq CV-lərini təqdim edirlər və daha sonra onların işlə təmin olunma prosesini biz təqib edirik. Əgər buradakı peşə və bacarığı uyğun olmayan, işə götürənlərin tələbinə uyğun olmayan vətəndaşlarımız varsa, biz Bakı Regional Məşğulluq Filialı olaraq daha sonra onların digər sahələr üzrə işə götürülməsi üçün iş aparmağa davam edirik. Yarmarkada 30 işə götürən 350-yə yaxın vakansiya təqdim edib. Böyük bir kollektivik, 600 nəfərdən yuxarı işçimiz var. İndi biz əmək yarmarkasında həmişə fəal iştirak etmişik. İndi də bu əmək yarmarkasına gəlmişik. Yəqin ki, işlərimiz uğurlu olar. İstədiyimiz kadrları buradan seçib işə qəbul edə bilərik. Təqdim elədiyimiz vakansiya yerləri elektrik montiyorudur, ondan sonra torna ustasıdır, frezer ustasıdır, elektrik montiyorudur, laborantdır, yəni kimyəvi analizlər üzrə laborant və başqa peşələr. Ondan yuxarı biz vakansiya yeri təqdim etmişik. Ümidvaram ki, mən buradan əli boş qayıtmayacağım. Texnoglobal MMC şirkəti olaraq biz anbar tikintisi, quru anbar tikintisi, soyucu anbar tikintisi, günəş panellərinin quraşdırılması, beton metal konstruksiya işlərinin görülməsi işlərlə məşğuluq. Bugün əmək yarmarkasında iştirak etməyimizin əsas səbəbi şirkətimizə daha peşəkar, daha bacarıqlı və daha təcrübəli vakantların cəlb olunması. Texnoglobal MMC şirkəti olaraq sahə rəisi, bənna və mühəndis vakansiyaları üzrə vakansiyalar təqdim etmişik yarmarkaya. Əvvəllər bir neçə dəfə bu əmək yarmarkalarından istifadə edib yararlanmışıq. Düşünürəm ki, bu dəfə də bizim üçün faydalı olacaq. Bundan əvvəlki iştirak etdiyimiz yarmarkalarda kifayət qədər təcrübəli əməkdaşlar cəlb etmişik. Müsahibələr keçirib, həm bu yarmarka daxilində, həm bu yarmarkadan sonra da görüşlər keçirib təcrübəli vakantlar cəlb etmişik. İş axtaranlar vakansiyalar üzrə öhdəliklər barədə ətraflı məlumat alıb. Uyğun namizədlərin qeydiyyatı aparılıb. Bu əmək yarmarkası daha çox peşə təhsili müəssisələrinin tələbə və məzunlarına yönəlmiş bir tədbirdir və tədbirdə deməli 400-dən çox bizim tələbəmiz və məzunumuz iştirak edir. Buraya deməli 400-2000 azayın məbləği intervalı arasında vakansiyalar çıxarılmışdır. 241-dən çox vakansiya çıxarılmışdır və deməli 30 şirkət iştirak edir. Tələbələrimizin əmək bazarına inteqrasiyasını təmin etməkdən ötürü bizim peşə təhsili mərkəzlərində karyera mütəxəssisi, işə götürənlərlə mütəxəssis onlara individual xidmət göstərir və belə tədbirlərdə iştirakını təmin edir. Biz çalışırıq ki, belə tədbirləri davamlı olaraq təşkil edək və tələbələrimizin məşğulluğunun təmin olunması, məzunlarımızın öz ixtisasları üzrə əmək bazarına inteqrasiyasını təmin edək. Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirləri və müxtəlif layihələri barədə ətraflı məlumat verilib. Agentliyin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı stendləri ilə iştirakçılara peşə hazırlığı kursları, karyera məsləhəti və fərdi dəstək imkanları təqdim edib. Mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur, hansı ki bunlar avtomobil, elektrik, elektronika, mexanika, interyer kimi ixtisaslardır və ümumən məktəbimizdə isə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır və bu tələbələrdən bu gün sonuncu kurs, hazırda praktikada olan tələbələrimiz
Eyni zamanda daha öncə məzun olmuş tələbələrimiz əmək yarmarkasında aktiv iştirak edirlər və öz profillərinə uyğun vakansiyalarla tanış olacaqlar. İştirakçıları vakansiyalara birbaşa müraciət imkanı və işə götürənlərlə ünsiyyət xüsusilə maraqlandırıb. Özümə uyğun iş axtarıram. Yəqin ki, İKT üzrə özümə iş taparam. Sığorta agentliyində orada bizə iş təklif elədilər. CV atdıq ora. Yəqin ki, uğurlu nəticə əldə eləyəcəyik oradan da. Ümid edirəm. Özüm ADY üzrə təcrübəçiyəm. Yəqin orada CV verərik. Uğurlu nəticə əldə edərəm. Yarmarkada iştirak edənlər həm vakansiyalara baxış imkanı, həm də peşə hazırlığı və karyera dəstəyi barədə ətraflı məlumat əldə ediblər. Belə tədbirlər gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir və işə götürənlərlə birbaşa əlaqə qurmaq imkanı yaradır.